Sadiq, 2026 Dünya Çempionatında iştirak edən ən dəyərli millilər. Görüm, təxmin etməyə məncə asan olacaq sənə, amma o siyahını bir qədər görüm tutura biləcəksən bir. Yerlərə uyğun deyək, çağırışdırma. Bəli, məsələn ona görə deyirəm, siyahını görüm. Tam doğru tutura Gəl elə biləcəksən. birdən başlayaq. Mən özümün də azarkeş olduğum Fransa yəqin ki birdə olar. Doğrudur, 1,5 milyard avro dəyər göstərir. Transfer market dəyəridir bu. İkinci top 5 ölkələrdən fikirləşəcəm ilk olaraq. Ağlıma İngiltərə Premyer Liqası var. İngiltərə. Doğrudur, İngiltərə 1 milyard 360 milyon avro. Yox, yaxşı gedirsən. 3-də Almaniya da ola bilər, ya da İspaniya ola bilər. İspaniya ola bilər. Düzdür, İspaniya 1 milyard 220 milyon. Çünki Lam Yamal falan fikirləşirəm. Olmova, onlar daha 3-də 3. 4, 5, 6. 4 5 6. Məncə İtaliya yoxdur orada. Yoxdur. İtaliya yoxdur. Niderlandı da eləyək. Yox, Niderland yoxdur. Niderlandı da eləyirik. Test toplusu işləyəndə eləyirdik, cavabları düzgün cavab tapırdıq, elə gedirəm. 2 var idi, 7. Demək, onda bizdə Almaniya var, yəqin ki, böyük ehtimal. Almaniya var. Almaniya. Mən sizə kömək edim, 5-ci pillədədir. 5. 950 milyon. 4 və 6 qaldı. Avropa ölkəsidir, böyük ehtimal. Biri hə, biri yox. Biri yox, hə. Braziliyadır. Braziliya yəni 6-cı pilləsində. Yəqin ki, 6-cı pillədədir. 930 milyon, qaldı 4-cü pillə. Məncə tamamlaya bilərsən. 4-cü pillə. Gəl onu izləyicilərimizdən soruşaq. Gəlin onu izləyicilərdən soruşaq. Bəli, sizə Siyanın 4-cü pilləsində kim var? Rəy bölməsində qeyd etməyi unutmayın. Və son olaraq da səndən soruşum, 2026 Dünya Çempionatında səncə favorit kimdir? Sənin favoritin? Mənim həm dəstəklədiyim, həm də favorit olduğum klub, komanda Fransa milli komandası. Bunu təxmin etmək çətin deyil. Hə, amma rəqib olaraq onların da güclü bir rəqibi İngiltərədir, mən düşünürəm. Amma mən yenə də Fransa tərəfdəyəm. Və sürpriz komanda? Sürpriz komanda mən düşünürəm ki, Cabo Verde. Yox, bu zarafat bir qıraqdır, amma sürpriz komanda məncə ola bilər, Norveç ola bilər.